Herkese selam, kanalıma ve yeni vloguma hoş geldiniz. Bugünkü vlog biraz kısa olacaktı ama yine de size hoş izlemeler. Gelin birlikte Temu'dan ve AliExpress'ten gelen siparişimizi birlikte açar. Aslında bunları ben açmıştım. Reels ve Shorts olarak çekiliş edip. İlk olarak AliExpress'ten gelen siparişimi göstermek istiyorum. Artık 2 aydır ki bu siparişim benim yoldaydı. Termogellak sipariş etmiştim. 2 aydan biraz çok yolda kalmıştı. Siparişlerden de silinmişti. Düşündüm ki artık bu mənə gəlib çatmayacaktı ama geldi. Deməli 2 dənə termogellak. Aslında bu termogellaklar illərdir ki var. 10 ildən çoxdur ki bunlar satışda var. Belə bir balaca qablaşdırmadadır. 2 renk götürmüşüm. Pink ağ. Bir de belə bir bənövşəyi 3 dənə renk var bunda. Tünddən açığa doğru gedir. Çox balaca bir qablaşdırmada. Əgər siz özünüz üçün edirsinizsə sifariş edə bilərsiniz. Yox, əgər salonda, onda o zaman bu qablaşdırma çox balacadır da. Yəni neçə millidir? 7 millidir. Deməli, Temu'dan mən az sifarişlər edirəm. Yəni ki, lazımsız şeyləri mən sifariş etmirəm. Ancaq ehtiyacım olarsa o zaman sifariş edirəm. Zərlidir. Baxın. Sonra beyaz koftadır ama arkasında belə bir risimkası var. Mən ümumiyyətlə arxasında print olan koftaları çox sevirəm. Özümdə də var. Bir neçəsi dəyişəcək giyinirəm. Bu da çox qəşəngdir. Bunun qara rəngi də var idi. Fikirləşdim ki, ağ rəngini sifariş edim. Əgər xoşuma gəlsə qara rəngini də sifariş edim. Həm də fikirləşdim ki, arxasındakı şəkil balaca olacaq, amma balaca deyil. Əsasda materialı. Baxın nə gözəldir. Görsənir oradan. Belə gözəldir. Əsas mən bu sifarişləri buna görə etmişdim. Birlikdə baxaq görək nədir. Daha doğrusu mən artıq görmüşəm. Əsas o sifarişləri sırf buna görə etmişdim. Oy. Baxın. Belə bir şeydir, fırça qabıdır. İçinə həm fırçalarınızı yerləşdirə bilərsiniz, həm də qələmlər, nə bilim, pomada falan. Ucu yapışdırmışam, baxın. Belə bir şey stiker də var idi, 5 dənə idi. Mən 4-ünü ucu yapışdırdım. Kameramı fırlayım. Başına taxmaq üçündür, baxın. Buraya taxırıq, yer də var hətta. Baxın belə. Tutacağı da var. Çok qəşəngdir. Mən də hətta burada baxın göstərim sizə fırçalarım var. İstifadə etmişəm. Bunlar bu arada yulasıdır. Mən səfiri qoydum, bura qoymalıyım. Və belə bağlanır. Çox da qəşəng görsənir. İndi buraları səliqəyə salacağım və ondan sonra bunu yerləşdirəcəm. Ola bilsin ki, onu götürdüm orada. Ya da bu gül deyəsən burada çox yekə görsənir. Bu gellakları çox gözləyirdim. Bunlar da şükür gəldi. Hər rəngi baxın budur. Naqlarımda da göstərəcəm sizə. Belə. Bir də bu. Superdir. Qələmləri falan qoymaq olar. Belə. Növbəti gündən vlog və bugün çox qəşəng bir yağış yağırdı və mən bu yağışda yollandım. Hara? Biz də çox elədik. Mən. Sərgin. Peluş. Neçədir? Görmürəm. Bizdə olan balacasıdır, bax. Nə qəşəngdir. Yuska gəlmişəm, görün nə gözəldir. Qiyməti 9.90. Ondan məndə var. Have a holly jolly Christmas. Qara. Pletdir. Bu yağışlı havada da gəldim, buraları çəkdim də. Bu nədir? Şeydə. Runner süfrə. Lundalm süfrə. Şeydir.
Krisa. Bu qısa vloqu axıra qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Xəstələnmişdim deyə vloq çəkə bilmirdim. İnşallah alınsa gələn vloqu uzun edəcəm. Hələlik.